bilər ki, yaxşı məhdudiyyət var idi. Bəs niyə bu aktivdir? Bu ona görə aktivdir ki, yalnız heç bir halda struktur yaratmamısınızsa, yeni bir struktur yaratsın. Yəni təşkilat yeni yaranmışsa, yenidən bir struktur yaratmaq istəyirsə, onda təşkilatın strukturu buradan yaradacaq. Çünki onun hər hansı bir təsdiq gözlənilən və təsdiqlənmiş strukturu yoxdur. Sıfırdan başlayın. Məsələn, sizin bir şirkət yaranın, rəhbər deyir ki, bu strukturu yaradın və siz də o strukturu oraya yaratmaq istəyirsiniz. Bu zaman artıq yenidən təşkilatın strukturu qurursunuz, o zaman aktiv olur. Və sizin strukturunuz varsa bu aktiv olmayacaq. Bəs bizə məsələn strukturumuz var, amma deyirlər ki, gəlin bir bölməni silək və ya bir başqa bölməni əlavə edək. Bu zaman biz nə etməliyik? Bu zaman artıq strukturun qarşısındakı işarəni, strukturun nüsxəsini yarat. Bir növ kopya elə deyək. Copy paste kimidir bu. Yəni kopyasını çıxar. Yəni indiki struktur nədirsə, onları saxlamaqla kopyasını çıxar. Biz bunu vururuq. İndi biz bunu vuranda aktiv olmayacaq. Deyəcəm niyə aktiv olmayacaq. Bəli düyməsini vururuq. Çünki təsdiqdə gözlənilən strukturumuz var. Təsdiqdə gözlənilən strukturumuz olduğuna görə, yəni 2 dənə təsdiqdə gözlənilən struktur ola bilməz. Ona görə bu aktiv olmayacaq. Ona görə mən bunu təsdiqdə gözlənilən strukturu silirəm. Strukturun nüsxəsini yarat düyməsini vururam. Bu zaman mənə informasiya çıxır.